sevincini bölüşməyin, hər sevincini statusda çıxartmayın. Belə deyə də bəzi vaxtlar hər şeyi adam çıxardır ortaya, o da görür, o da məsələn başlayır qəlbində elə bir kin, küdurət. Bəzi adamlar, bəzi insanların xüsusiyyəti budur ki, başqasının xoşbəxtliyinə razı ola bilmir. İçi yaxşı dördə, qupsuz sərirə deyirlər. Sən də bilirsən, belə də çox çıxartmada hər şeyi ortaya. Biraz kənarda saxla. Lazımdır ki, adam elə bütün xoşbəxtliyini elan versin, göstərsin və insan o tərəfdə də bilirsən, o həsəd əhlidir. Onu elə bil, o içindəkiləri oyadırsan. Birinci, özün. İkinci, Allaha sığın. Min şərri həsidin izə həsəd. Baxın, bu ayədə Quran-ı Kərimdə ilahi sənə pənah həsəd eləyənin həsədindən Allaha sığınmalısan. Allaha sığınmaq da budur ki, Allahın qalasına daxil olmalısan. Allahın da qalası la ilahə illallahdır. La ilahə illallah, yəni insan onun buyruqlarına uyğun yaşamalıdır. Maksimum onu istəklər üçün yaşamalıdır. Nəfsaniyyətlə yox. Ya insanın bəzi vaxtlar nəfsi ilahdır. Əfərəytə mən ittəxəzə ilahəhu həva. Peyğəmbər gördün mü o kəsi ki, nəfsidir onun ilahı. Deyirsən, niyə deyirsən ki, ürəyim belə istəyir. Sən belə eləsən yaxşı olmaz. Mən belə istəyirəm, yəni mənim nəfsimdir mənim ilahım. Elə ki, ilah insanın nəfsi oldu, insan daha nəfsin əsarətindədir, Rəbbin qalasında deyil. Çıxmasın bu əsarətdən, bu qəfəsdən, bu zindandan, sən həmişə xətərdəsən, həmişə bəlalı bir yerdəsən. Ey bülbülü qüdsi, nə giriftarı qəfəssən, sındır qəfəsi taze Gülüstan tələb eylə. Çıx qəfəsdən. Çıx ki, qəfəsdən get, daxil ol Tohidin qalasına ki, orada əmniyyətdir. Mömin də ona görə mömin deyirlər ki, əmniyyətdədir. Bu mənada da əmniyyətdədir ki, Allah özü nədir? Deyir, mən səndən rahat olmalıyım.